İstəməzdim ki, 13-cü il play-offda sizin qarşınızda məğlub oturmağa. Əfsuslar olsun, məğlub olduq. Düzü istəmirdik məğlub olmağa və çox da həvəsli idik, çox da istəkli idik. Buna baxmayaraq futbolda belə hallar olur. Edəcək bir şeyimiz yox. Səhvlərimiz oldu əlbəttə ki. Amma yaxşı vuruşan bir kollektiv gördüm meydanda. Bəli, texnik səhvlərimiz çox oldu, amma ümumən belə yaxşı vuruşan bir kollektiv gördüm meydanda. Çatışmazlıqlarımız var idi. Yəni nə də desək indidən sonra bir faydası olmayacaq. Sadəcə məğlub olduq. Rəqibi təbrik edirəm. İstəyirdik ki, ən azından Konferans Liqasının qrupunda 13-cü il dalbadal qruplarda iştirak etməyə alınmadı və inşallah önə daha pozitiv yanaşmalıyıq, daha yaxşı baxmalıyıq, daha da məsuliyyətimizi, iş saatlarımızı artırmalıyıq. Və belə futbolçulara da bir şey demədim. Sadəcə hal-hazırda onlara nə də desək, yəni ola bilər fikirlərimiz onlara çatmasın. Və azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Sona kimi bizlərlə oldular və möhtəşəm idilər həmişəki kimi və rəqibi də təbrik edirəm. Bu qədər.